Gürcü Arsu'nun bu dəfə narkotik siyasətin sərtləşdirilməsi ilə bağlı daha bir qanunvericilik təşəbbüsü bütün siyasi spektrlə dəyərləndirmə mövzusudur. Müxalifətin bir hissəsi təşəbbüsü müsbət qiymətləndirir, Qirki partiyası isə hesab edir ki, ölkədəki artıq ən sərt narkotik siyasəti var və onu daha da sərtləşdirmək praktik olaraq mümkün deyil. Narkotiklər o cümlədən çətənə və marixuana ilə bağlı hərəkətlərə görə daha sərt məsuliyyəti nəzərdə tutan 8 müxtəlif qanuna düzəlişlər artıq parlamentə təqdim edilib. Cinayət Məcəlləsinin inzibati nəzərlərlə müştəkil cinayətkarlıq və reketçilik haqqında qanunlara dəyişikliklər ediləcək. Bütöv növ narkotik vasitələrinin satışına görə cəzanın mümkün qədər sərtləşdirilməsi ilə bağlı qərar qəbul edilib ki, bu da o deməkdir ki, narkotik vasitələrinin satışı ilə məşğul olan şəxslər təkcə xüsusilə külli miqdarda və külli miqdarda narkotik vasitələrindən deyil, həm də az miqdarda narkotik vasitələrin satışına görə 12 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılacaqlar. Narkotik vasitələrinin qanunsuz dövriyyəsi və narkotik ticarət anlayışları müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin konkret maddələrində nəzərdə tutulmuş hallarda şəxsin 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmə, dövlət qulluğunda işləməsi, silah hazırlaması, əldə etməsi, saxlaması və gəzdirməsi məhdudlaşdırılacaq. Qanunvericilik paketinin təşəbbüskarları Gürcü Arsu və Xalq Gürcü partiyaları olan deputatlardır. Gürcü Arsu yenə dərin dövlət təsirindən danışır. Mamunka Mdinarəcə bildirir ki, hələlik dərin dövlətin zəifləməsi bir yana məğlub olmasından da əsar əlamət yoxdur. Əksəriyyət liderləri diqqətinə Skandinav və Baltikyanı ölkələri yönəldir, çünki keçən həftə Gürcüstanın yüksək rütbəli məmurlarına qarşı yeni sanksiyalar paketinə qəbul edən Estoniya, Latviya və Litva idi. İqtidar komanda bu qərarı hökuməti dəyişmək məqsədi ilə ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir və sanksiyalar siyasətin sərtləşdirilməsini və son vaxtlar sərt mesajların verilməsini dərin dövlətin adlanan qurumun təsiri kimi izah edir. Mdinarəcə fikriniz Amerikada dərin dövlətin məğlub olub olmadığını ABŞ-ın mövqeyi göstərəcək. Onlar Amerikanın Gürcüstan hökumətinə qarşı ədalətli mövqe tutacağını ümid edirlər. İqtidar komandanın mövqeyini anti-qərb retorikası kimi dəyərləndirən müxalifətə fərqli fikir var. Oponentlərin iqtidar komandasındakı mövqeyi təəccüblü deyil. Çünki iqtidar komanda liderlərinin fikrincə müxalifət həm də xarici qüvvələrin tapşırıqlarını yerinə yetirir. Müxalifət nə etməyi planlaşdırır və onların fəaliyyət planı nədən ibarətdir? Ümumi alternativ siyasi mərkəzinin yaradılıb-yaradılmayacağı hələlik məlum deyil. Siyasətçilərin özlərinin dediyi kimi, bu məsələ müzakirə mövzusudur. Bundan əlavə müxalifətə Salam Özüravişlər arasında görüşlər davam edir. Dünənki koordinasiya iclasında müzakirələrdə etiraz formaları və yeni seçkilərə nail olmaq yollarına toxunulub. Müxalifət gələcək addımların zərurliyinə və koordinasiyanın vacibliyinə diqqət yetirir. Bununla yanaşı konkret çağırışlar da eşidilir. Məsələn, Zura Girki-Japarezəni bildirir ki, sektoral iqtisadi sanksiyalar lazımdır və onun izahatına görə Avropa İttifaqı ilə azad ticarət dayandırılmalıdır. Həmçinin dəyişikliklər üçün koalisiyanın liderlərindən biri konkret şəxslərin və onların ailə üzvlərinin xarici ölkələrə səyahət imkanlarının məhdudlaşdırılmasından danışır. Bu artıq siyasi spektrdə müxalifət müxtəlif qiymətlərə səbəb olub. İqtidar partiya hesab edir ki, müxalifət həm nümayəndələrin hərəkətlərinə xaricdən diktə olunur. Gürcü Arsu üzvlərinin fikrincə oponentlərin şansı sıfıra bərabərdir. ABŞ senatorları Senatın Xarici Əlaqələr Komitəsinin sədri Jim Risch və komitənin üzvü Jim Şahin növbəti dəfə dostluq aktını təqdim etdilər. Burada deyilir ki, dünyanın hər yerində Gürcüstanın dostları hökumətin avtoritarizmdən və demokratiya tərəfindən nümayişçiləri qarşı zorakılıqdan şoka düşüblər. Müəlliflərin fikrincə bu qanun layihəsi ABŞ-ın öz müqəddəratını təyin etmək hüququnun uğrunda mübarizə aparan Gürcü xalqını dəstəklədiyinə dair güclü mesaj verəcək və gürcüləri öz siyasi sistemlərində ədaləti bərpa etməyə kömək etmək üçün ABŞ nailiyyətlərə təmin edəcək. Sənədə əsasən Gürcüstandakı son demokratik uğursuzluqlar cavab olaraq Gürcüstan hökumətinə və onun Rusiya və digər avtoritar rejimlərə əlaqələrinə daha çox nəzarət lazımdır. Bundan əlavə akt müəlliflərin fikrincə Gürcüstanda demokratiyaya xələl gətirən, onlara qarşı sanksiyalar və səyahət qadağalarını tətbiq edən şəxslərin müəyyən edilməsi. Teatr Universiteti rəhbərliyinin nümayəndələrinin hərəkətləri açıq şəkildə göstərir ki, onlar tələbələrin hüquqlarını nəinki müdafiə edir, eləcə də əksinədir. Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının bəyanatında deyilir. Assosiasiya vurğulayır ki, onlar dəfələrlə Gürcüstan ali təhsil müəssisələrinin rəhbərlərini də tələbələrə ifadə azadlığına hörmət etməyə və onları qorumağa çağırıblar. 2025-ci il martın 10-da məlum olub ki, universitetdə davam edən etiraz aksiyasında iştirak edən tələbələrin tələbə əsasına xitam verilib. Universitet rəhbərliyi buna əsas kimi tələbələrin normlarının pozduğu etika komissiyasının qərarını göstərir. Tələbələrə 10 mart bazar ertəsi saat 10
4 radələrinə statuslar ləğv etmək barədə əsassız və aydın olmayan qərar barədə məlumat verilib. Narahat edici odur ki, bu fakt ötən gün universitetdə baş vermiş insidentlə müşahidə olunur. Etiraz edən tələbələrin əvvəl universitetin binasını tərk etməsi tələb olunur. Daha sonra polis nümayəndələri 9 tələbəni 5000 lari məbləğində cərimələyiblər. Universitet rəhbərliyi dezinfeksiya işləri aparmaq bəhanəsi ilə tələbələrin binanı tərk etmələrini istəyib. Tələbələr onlar üçün başqa yer ayrılmasını xahiş ediblər. Universitet rəhbərliyi tələbələri üçün alternativ yer ayırmayıb və Daxili İşlər Naziri nümayəndələrini cəlb edərək onlardan binanı tərk etməyi tələb edib. Gürcistan Gənc Hüquqşünaslar Assosiasiyasının bəyanatında deyilir. Gürcistan prezidenti Orbelyani sarayında Azərbaycan Respublikası Milli Məclisinin sədrini və nümayəndə heyətinin üzvlərini qəbul edib. Görüş zamanı tərəflər iki ölkə arasında tarixən möhkəm dostluq münasibətləri olduğunu qeyd ediblər. Gürcistan Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətini müzakirə ediblər. Söhbət zamanı Cənubi Qafqaz regionunda cərəyan edən hadisələrə də toxunulub. Mixail Qavelaşvili bildirir ki, Gürcistan Cənubi Qafqazda sülhlə və sabitliyi dəstəkləyir. Bu prosesə bundan sonra da töhfə verməyə hazırdır. Görüşdə Gürcistan, Azərbaycan və Türkiyə arasında üsttərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub. Gürcistan prezidenti Azərbaycan tərəfi Gürcistanın suverenliyi və razı bütövlüyünü göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edir. Bugün dünyanın diqqətində Səudiyyə Ərəbistandadır. Burada Ukrayna və Amerika nümayəndələri heyətləri Ciddə şəhərində görüş keçirəcək. Bu fevralın 28-də Ağ Evdə Donald Trump və Vladimir Zelenski arasında danışıqları sonra ölkə nümayəndə heyətlərinin arasında ilk rəsmi görüş olacaq. Bu dəfə nadir faydalı qazıntılar üzrə sazişin imzalanacağı gözləntilər var. Lakin razılıq əldə olunmasının nə qədər vaxt aparacağı hələ məlum deyil. Ukrayna nümayəndə heyətinə prezident aparatının rəhbəri Andrey Yermak, Ukrayna Xarici İşlər Naziri və Müdafiə Nazirliyi Andrey Sibiga və Rustem Umerov daxildir. ABŞ nümayəndə heyətinin üzvləri dövlət katibi ilə yanaşı Milli Təhlükəsizlik müşaviri Mike Waltz və Trumpın yaxın şərqdəki üzrə nümayəndəsi Steve Witkoff'un da daxil olacağı gözlənir. Vladimir Zelenski də Səudiyyə Ərəbistandadır. Lakin məlum olduğu kimi o nümayəndə heyətinin görüşündə iştirak etməyəcək. ABŞ prezidentinin yaxın şərqdəki xüsusi nümayəndəsi Steve Witkoff deyir ki, Ağ Evdəki gərgin söhbətdən sonra Ukrayna prezidenti Vladimir Zelenski Donald Trumpdan üzr istəyib. O barədə Fox News telekanalına bildirib. Zelenski prezident Trumpa məktub göndərib, Oval kabinetdə baş verən hadisəyə görə üzr istəyib. Düşünürəm ki, vacib bir addım idi, Witkoff deyib. ABŞ prezidentinin yaxın şərq üzrə xüsusi nümayəndəsi də qeyd edib ki, ABŞ bu həftə Ukrayna ilə danışıqları əhəmiyyətli irəliləyiş gözləyir. Elon Musk'ın sözlərinə görə X sosial şəbəkəsinə kiberhücum Ukraynada yaradılmış IP ünvanlarından istifadə etməklə həyata keçirilib. Musk barədə Fox News telekanalına bildirib. Nə baş verdiyini dəqiq bilmirik. Lakin sistemi ləğv etmək üçün Ukrayna mənşəli IP ünvanlarından istifadə edərək X-ə böyük kiberhücum olub, dedi. X sosial şəbəkəsi dünən fasilələrlə işləyirdi. Lakin səhər saat 6-dan 20.500 çox istifadəçi problem barədə məlumat verib və səhər saat 10-da qədər bu rəqəm 40.000-ə qalxıb. Ukraynada davam edən müharibə bütün Avropa üçün ciddi çağırışdır. Emmanuel Macron Moldova prezidenti Maria Sandu ilə görüşdə belə deyib. Jurnalistlərə açıqlama verən Macron Ukraynada geniş miqyaslı müharibənin Avropa üçün ciddi çağırış olduğunu qeyd edib. Və Ukrayna Rusiya təhlükəsinin ön xəttində olan və hava məkanı mütəmadi olaraq pozulan Moldova xüsusilə qeyd edib. Fransa prezidenti Rusiyanın Moldovanı və onun demokratik institutuna sabirliyi pozmaq üçün getdikcə daha aşkar zəhlərini pisləyib. Biz Moldovanın xarici müdaxilələrə qarşı dayandığını artırmaq və əməkdaşlığımızı daha da gücləndirmək qərarına gəldi, Emmanuel Macron bildirib. Kütləvi informasiya vasitələrinin məlumatına görə Rusiya pilotsuz təyyarənin hücumu insan tələfatı ilə nəticələnib. Hücum nəticəsində Miratorg şirkətinin əməkdaşı həlak olub. Pilotsuz uçan aparatın dağıntılarının düşməsi nəticəsində Domodedovada Miratorg patlayıcı mərkəzinin ərazisində obyektlərə ziyan dəyib. Təəssüf ki, qəza nəticəsində bir şirkət əməkdaşı ölüb, 2 nəfər isə yaralanıb, deyə şirkət açıqlamasında bildirir. Fövqəladə Hallar İdarə Olunması Xidmətindən Rusiya mətbuatına verilən məlumata görə xəsarət alanların sayı 5-ə çatıb, 20 avtomobildə zədələnib. Bundan əlavə Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə dronların dağıntılara yaşayış binasına da düşüb, orada 7 mənzilə ziyan dəyib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə ölkə üzrə 337 pilotsuz təyyarə vurulub, bunlardan 91 Moskva vilayətində olub. Budapeştdə Gürcistan, Macarıstan, Rumıniya, Balqaristan və Azərbaycan hökumətlərinin yüksək səviyyəli nümayəndələrin iştirakı ilə Yaşıl Mərkəzi Dəhlil Nazirlər Planar iclası keçirilmişdir. Nazirliklə tərəfdaşlar enerjinin inkişafı və ötülməsi sahəsində strateji tərəfdaşlığın əsas istiqamətləri müzakirə ediblər.
Gürcüstan İqtisadiyyat Naziri ümid etdiyini bildirib ki, bu ilin ikinci rütbünün sonunda qədər layihənin tam texniki iqtisadi əsaslandırması hazır olacaq və praktik icra mərhələsinə keçəcək. Nazirlik iştirakçıları Bolqarıstandan Qaradəniz sualtı kabel layihəsinə qoşulmaz barədə razılığa gəliblər. Abxaziya Muxtar Respublikası hökumətinin Nazirlər Kabinetinin tərkibində dəyişikliklər edilib. Levan Mıqalobişvili Abxaziyanın Təhsil və Mədəniyyət Naziri, David Morgoşyanı aparat rəhbəri, Beka Qvaçalyanı isə Təhsil və Mədəniyyət Naziri vəzifəsində namizədliyini irəli sürüb. Baş nazirin sözlərinə görə bu dəyişiklik hökumətin çevikliyi və fəaliyyətinin səmərəliliyini artıracaq.